Əgər torpaq sahəsinin heç bir sənədi yoxdursa, çıxarışı necə almaq olar? Bunun üçün iki yol var. Birinci yolu nədir? Torpağın yerləşdiyi ərazi üzrə, aidiyyatı üzrə quruma yaxınlaşırsan, orada torpağı dəyərləndirirlər, qiymətləndirirlər və torpaq çıxır hərraca. Hərrac yolla onu əldə edirsən, alırsan, daha sonra rəsmiləşdirirsən, çıxarış alırsan. İkinci bir qayda nədir? Məhkəmə yolu ilə əldə eləmək. Torpağın üstündə bütün koordinasiya işlərini görürsən, gəlirlər ölçü biçi işlərini eləyirlər və həmin sənədlər gedir məhkəməyə. Məhkəməni əgər torpaq sənin adına rəsmiləşdirirsə, yəni ki, məhkəmə əgər qərar çıxardırsa ki, torpağı rəsmiləşdirə bilərsən, ondan sonra torpaq çıxarışı çıxır sənin öz adına.